Salam əziz izləyicilər. Bu videoda ilk kimyəvi anlayışlar bölməsindən 15 sual izah edəcəm. Xatırladım ki, bu sualların müəllifi özüməm və bu sualları hardan əldə edə bilərsiniz? Elə mənə yazaraq, burada gördüyünüz nömrəyə yazaraq əldə edə bilərsiniz. A variantı nisbətən asan suallardır. B variantı orta, C variantı isə çətin suallardır. Bu videoda A variantını izah edəcəm. Xatırladım ki, bu quizlər 75 ədəddir. Bütün kimya proqramını əhatə edir. Hər quizdə də 15 sual var. Birinci sualda deyir ki, X maddəsini 10 Selsidən 60 Selsiyədək qızdırdıqda hansı çevrilmə baş verər? Deməli, X maddəsi ərimə və qaynama temperaturları verilib. 18 dərəcədə əriyir, 82 dərəcədə qaynayır. Yəni, bu maddə 18 dərəcəyə qədər bərk haldadır. Bu aralıqda mayedir. 82 dərəcədən sonra isə qaz halındadır. İndi 10 Selsidən 60 Selsiyə qədər qızdırırıq. 10 Selsi hara düşür? Bərk hala. 60 Selsi maye halına. Bərkdən mayeye keçid nə adlanır? Ərimə adlanır. Deməli, birinci sualın cavabı A olacaq. 2-də deyir, aşağıdakı elementlərdən hansılar qeyri-metaldır? Bu artıq əzbərlikdir. Bor və xlor qeyri-metaldır. Kalsium və dəmir isə metaldır. Cavab Y variantı olur. 3. Molekullar arasındakı məsafənin artma ardıcıllığı ilə maddələrin aqreqat hallarını sıralayın. Haqqında danışılan maddə su deyil. Aha. Bərk maye qaz. Bərk halda olan bir maddənin molekulları bir-birlərinə yaxın yerləşir. Yəni, bərk halda molekullar arasında məsafə az olur. Maye halında bərkdən çox olur. Qaz halında isə daha çox olur. Artma ardıcıllığı deyirsə, məsafənin artma ardıcıllığı ilə bərk maye qaz sırası götürməliyik. Burada deyir ki, haqqında danışılan maddə su deyil. Niyə bu cümləni buraya yazmışam? Çünki suda sıxlıq digər maddələrdən fərqlidir. Yəni, əslində bir çox maddələrdə bərk halda sıxlıq maksimum olur, amma suda maye halın sıxlığı bərk halın sıxlığından daha çoxdur. 4-də deyir, səhv fikirləri müəyyən edin. P4 saf maddədir. Bəli. Silisium 12 qarışıqdır. Xeyr, bu da saf mürəkkəb maddədir. Natrium xlorid saf maddədir. Bəli. Saxaroza qarışıqdır. Xeyr, bu da saf mürəkkəb maddədir. Ümumiyyətlə, belə deyək, hər hansısa bir maddənin formulunu yazırıqsa, o deməli saf maddədir. 1 və 3 doğru cavabdır. Yox, səhvləri götürürük. 2 və 4 olacaq doğru cavab. D variantı. 4. 4-ü izah elədik. 5. Fiziki xassələri seçin. Sıxlıq fizikidir. Elektrik keçiriciliyi fizikidir. Metallıq elektron vermək qabiliyyətidir. Bu xassə reaksiya zamanı özünü göstərir. Yəni, kimyəvi xassədir. Həmçinin oksidləşdiricilik də elektron almaq qabiliyyətidir. Yəni, qeyri-metallıq da deyə bilərik buna. Bu da yenə reaksiya zamanı ortaya çıxan bir xassədir. Fiziklər 1 və 2 C variantı olacaq. 6-cı sualda uyğunluğu müəyyən etməliyik. Hava homogen qarışıqdır. Yəni, havanın tərkibinə daxil olan maddələri biz nə gözlə, nə də hər hansısa bir cihaz vasitəsilə fərqləndirə bilmirik. Hava homogen oldu. Cavab D və Y ola bilməz. Neft də həmçinin homogendir. Artıq cavab bəllidir, A variantıdır. Neft ona görə homogendir ki, elə bayaq dediyimiz səbəb neftin tərkibində olan maddələri bir-birindən gözlə və ya cihazla fərqləndirə bilmirik. Amma su və neft artıq heterogen qarışıqdır. Bir-birində həll olmurlar çünki. 7. Hansı formul bəsit maddəyə aiddir? Soruşulur. Oksigenin bəsit maddəsi 2 atomludur. Ona görə bu aid deyil. Heliumunki 1 atomludur. Bəli. Helium elə işarəsi ilə bəsit maddəsi eynidir. Azotunki 2 atomlu bəsit maddədir. Xlorda 2 atomludur. Bromda 2 atomludur. Ona görə C, D, Y variantları ola bilməz. 8-də deyir, neçə fərqli element verilib? Deməli, ozon oksigenin şəkil dəyişməsidir. Dəmir, ferrum, qrafit karbonun şəkil dəyişməsidir. Ağ fosfor
fosforun, almaz, karbonun, azot da yine fərqli bir elementdir. Burada artıq biz 5 dənə fərqli element görmüş olduq. 9-da nə deyir? Verilmiş temperaturda X maddəsinin aqreqat halının səhv olduğu variantı müəyyən edin. X maddəsi -10 dərəcədə əriyir, 75 dərəcədə qaynayır. Yəni bura qədər bərkdir. -10 ilə 75 arasında mayedir, 75-dən sonra qazdır. -5 dərəcədə hara düşür? Baxaq. -5-də bura düşür, yəni mayeyə, bu düzdür. 80-də düşür 75-dən sağa, yəni qaz halına, düzdür. -15-də düşür -10-dan sola, yəni bərkə. Burada maye verilib, olmaz. 10-cu sual, hansı element allotropik şəkil dəyişmə əmələ gətirmir? Elə flor əmələ gətirmir. Digərləri əmələ gətirir. Karbonda 4 allotropik şəkil dəyişmə var. Silisyumda 2, kükürddə 2, fosforda da 3. Daha sonra 11-ci suala baxırıq. Hansı ayırma üsulu heterogen qarışıqlara aiddir? Süzmə. Məsələn, su ilə qumu süzmə üsulu ilə ayıra bilirik. 12-ci sual. 12-də deyir, qarışıqların ayrılma üsullarını müəyyən edin. Su ilə qarışdırılan maddə xörək duzudur. Xörək duzu bərk haldadır və suda yaxşı həll olur. Deməli, bu homogen qarışıqdır. Maye plus bərk. Bunu biz nə ilə? Buxarlandırma ilə ayıra bilərik. Su ilə nefti də durultma ilə ayıracaq. Cavab C variantı olacaq. 13. Hansı variantdakı ifadə kimyəvi xassəyə aiddir? Karbon və bor bərk haldadır. Bu aqreqat halda fiziki xassədir. Klor qaz halındadır. Yenə aqreqat halda fiziki xassədir. Metallar arasında ən tez əriyən civədir. Deməli, burada ərimə temperaturundan söhbət gedir. Fiziki xassədir. Litium azotla adi şəraitdə reaksiyaya daxil olur. Əgər reaksiya söhbəti varsa, bu kimyəvi xassədir. Y-də də sıxlıqdan söhbət gedir. Fiziki xassə olacaq. 14-də deyir, doğru ifadələri müəyyən edin. Civə bərk haldadır. Xeyr, mayedir. Normal şəraitdə. Brom maye halındadır. Bəli, yod bərk haldadır. Bəli, ozon mayedir. Xeyr, qaz halındadır. 2 və 3 doğru cavab oldu. 15-ci sual. Bəsit maddəni müəyyən edin. Çox asan. Eyni bir element atomundan ibarətdirsə, bu bəsit maddədir. Və cavabları da buradan bu QR kodu oxudaraq əldə edə bilərsiniz. Növbəti videolarda görüşənədək salamat qalın.